Yan inamı, insana məhəbbət üstə katorqaya düşmüş. İnsan, zülmət gecədə insanlar arasında özünə məskən tapmır. Ona heç kəs qapı açmır. Çünki onun sifətində dustaqxana möhrü vardır. Nəyə görə, kimə görə dustaqxanaya düşmüsən deyə soruşan yoxdur. Dustaq olmusan, deməli qanunu pozmusan deyənlər var. Belə anda insan amansız canavara dönər. Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar. Adi insani hörmətdən məhrum olan insan, insanlığa inamını itirər. Lakin onun qarşısında mehriban insan, nurani qoca dayananda, gözəl bir şəxsiyyət ona, əziz bir qonaq kimi nəvaziş, hörmət göstərəndə, insan yenidən insana çevrilər. İnsana inamını yenidən bərpa edir. Bu müqəddəs insan ona adi və ülvi bir inam təlqin edər. İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsil insan özündən çox başqasını düşünməlidir. Nə yaxşı ki, bu zülmətli gecədə, bu biganə, daşqəlbli adamlar içərisində yanvalyan insanlıq timsalına rast gəldi. Nə yaxşı ki, 100.000 insana bənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları ilə sanki sübut edirlər ki, insan hələ insan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdı. Belə insanlardan biri Janvalyanı insan, özü də kamil bir insan etdi. Bundan sonra Janvalyan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdi. Bundan sonra Janvalyan bir həqiqətə, insana məhəbbət hikmətinə xidmət edəcəkdi. Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvalyan, insanpərvərlik imtahanından şərəflə çıxır. Birinci imtahan. Janvalyan şəhərin nüfuzlu, hörmətli meridir. Bu hörməti o, öz qabiliyyəti, əməyi sayəsində qazanmışdı. Əvvəlki həyatla vidalaşmış, hətta adını da dəyişmişdi. Lakin Əzazil zor qanunu Janvalyanı unutmamışdı. Zahirən Janvalyana bənzəyən bir adam həbs edilmişdi. Onu edam gözləyir. Əgər Janvalyan ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı. Lakin günahsız adamın qətl edilməsi insanpərvərliyə ziddir. Ona görə də Janvalyan məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixtiyarına verir. İkinci imtahan. Janvalyanın Javər adlı antipodu, düşməni vardı. Janvalyan insana, Javər isə qanuna pənah gətirmişdi. Janvalyan, insan hər şeydir, Javər isə qanun hər şeydir, əqidəsinə xidmət edir. Janvalyan insan üçün özünü unudursa, Javər qanun üçün insanı unudur. Janvalyan, qoy hər şey məhv olsun, təki insan xilas olsun, prinsipinə əsaslanırsa, Javər, qoy hər şey məhv olsun, təki qanun təsdiq edilsin, prinsipinə əsaslanır. Javər Janvalyanın əlinə keçib. Janvalyan inqilabi tribunalın əmrinə əsasən Javeri güllələməlidir. Javər ölümü gözləyir. Dəqiqələr keçir.
lakin qətl mərasimi uzanır. Bu nə oyundu? Xeyr, oyun deyil. Jean Valjean yoxdur. Jean Valjean düşmənini xilas etmişdi. Bununla o, Javert'i sarsıtmış, öldürmüş, didib parçalamışdı. Demişdi ki, dünyada sən bədbəxt, Javert'in pərəstiş etdiyi zor qanunlarından başqa qəlb qanunları da vardı. Sən, Javert, bir heçliksən. Dünyada sənin görmədiyin, duymadığın ülvi kəlamlar, həqiqətlər var. Ömrünü çox iyrənc bir ideala həsr etmisən. Sənin idealın qəlbində yaranan şübhənə tab gətirə bilməz. Bu şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə Allah. Ömür nəyə həsr edilib, nəyə qurban verilib? Javert intihar edir. Humanizm böyük, ibrətamiz bir qələbə çalır. Nə qədər ki həyatda böyük, yaxud kiçik Jean Valjeanlar var, yaşamağa dəyər.